Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam, 8-ci sinif kimya 2-ci hissədən səhifə 49-da cümləşdirici tapşırıqlara baxaq. Birinci sualda deyir, cədvəli deməli dəftərinizə köçürün, düzgün və səhv ifadələr müəyyən edin. A bəndində xlor atomundan xlor mənfi ionun əmələ gəlməsi oksidaşmədir deyir. Xlor atomunda oksidaşmə dərəcəsi 0 olur. Xlor mənfiyə gəlməsi o deməkdir ki, bu elektron alıb. Elektron alan oksidləşdiricidir. Yəni burada xlor atomu oksidləşdiricidir. Prosesin adı reduksiyadır. Oksidləşmə deyil, səhvdir. B-yə baxaq. Oksigen reaksiyasında çoxlu miqdarda istiliyi əmələ gətirən maddə yanacaqdır. Yanacaq ola bilər, məsələn, metan qazı CH4 yanır, istiliyi əmələ gəlir. Amma ki, oksigen reaksiyada yəni burada sadəcə çoxlu miqdarda istiliyi sözünə görə götürə bilərik. Məsələn, fosfordur, kükürdür, yəni bunların əksəriyyəti oksigendə yanır, oksigenlə reaksiyaya girir, amma hər biri yanacaq deyil də. Bunu götürə bilərik yanacaq kimi. C bəndinə baxaq. Natrium atomlarının elektron itirməsi oksidləşmə prosesidir. Deməli, elektron alan dedik oksidləşdiricidir. Elektron verən, yəni elektron itirən reduksiya edicidir. Natrium elektron itirir, elektron verir, reduksiya edicidir. Prosesin adı olacaq oksidləşmə. Düzgündür. D bəndinə baxaq. Oksigen və hidrogen arasında baş verən reaksiyada oksigen reduksiya olunur. Deməli, baxaq, O2 üstə gəl H2, alınır H2O. Biz burada nə gəlir? Oksigen, ümumiyyətlə bütün elementlər, bəsit halda maddələr 0 oksidləşmə dərəcəsinə malikdir. Gəlir mənfi 2-yə. Oksigen 0-dan mənfi 2-yə gəldi. Bu demək ki, o elektron aldı və elektron alır oksidləşdiricidir. Oksigen orada reduksiya olunur. Düzgündür. Hidrogen isə burada reduksiya edicidir, oksidləşmə prosesinə uğrayır. Y bəndinə baxaq. Su yanar materialı soyutmaqla yanğının qarşısını alır. Bəli, düzgündür. İkiyə baxaq. Deməli, reaksiya verib bizə, reaksiyasında oksidləşmə və reduksiya olunan maddələri, oksidləşmə və reduksiya məhsullarını müəyyən et. Deməli, baxırıq. Burada oksigen 0-dan gəlib, yəni hər iki tərəfdə mənfi 2-yə. Oksigen 0-dan mənfi 2-yə gəlib. Burada oksigen elektron alıb və elektron alıbsa oksidləşdiricidir. Yəni bu reduksiya olunandır. Karbon mənfi 4-dən gəlib müsbət 4-ə. Bu elektron verib. Verən nə olur? Reduksiya edici. Reduksiya edici isə bu oksidləşəndir. Oksidləşən. Deməli, karbonun olduğu məhsul hansıdır? CO2. Burada CO2 deməli oksidləşmə məhsuludur. Oksidləşmə məhsuludur. Və burada görürsünüz, hər ikisində oksigen var da, CO2-də də, H2O-da da. Bu CO2 həm oksidləşmə məhsuludur, həm də reduksiya məhsuludur. CO2 və H2O isə hər ikisi bir yerdə, bunlar ikisi reduksiya məhsullarıdır. Üçüncü suala baxaq. Deyir ki, elektrik naqilləri naməlum səbəbdən yanır. Bu yanğını söndürmək üçün adi şəraitdə qaz halında olan və yüksək təzyiq altında maye halına salınaraq yanğın söndürən balonlar doldurulan X maddəsindən istifadə olunur. Alovun söndürülməsi zamanı ağ duman əmələ gəlir. Ağ dumanın əsas tərkib hissəsi hansı ki müəyyən maddədən ibarətdir? Deməli, burada X maddəsi CO2 qazı olacaq. X maddəsi yanğın qarşısının alınmasının səbəbini izah edin. Bu X maddəsi əvvəl onu deyək ki, CO2-dir. Normalda qaz halındadır, təzyiq altında maye halına salınır və yanğın söndürülən balonlara doldurulur. Ağ dumanın əsas tərkib hissəsi hansı ki müəyyən maddədən ibarətdir? Bu deməli CO2-ni artıq biz vurduq da, orada soyuma hadisəsi baş verir. Yəni havada da su buxarı var. Biz normalda məsələn qışda da nəfəs alanda hiss edirsiniz. Düzdür, bu nəfəs alıb verəndə o su buxarı az olur, amma o dumanı kənardan müşahidə eləmək mümkündür də. Burada da yenə o su buxarları o ağ dumanın əsas tərkib hissəsini əmələ gətirir. Yəni belə deyək, buxar halından maye halına keçir və duman kimi görsənir.
Sonra B-yə baxaq. X maddəsinin yanğının qarşısını alması səbəbini izah edin. Deməli, bu CO2 yanğının qarşısını almasına səbəb o, deməli, yanan materialı soyudur elektrik naqilində deyək. E, Soyutma deyək buna. Bir də oksigenlə təmasın qarşısını alır. Yanmaya kömək edən oksigendir. Oksigenlə təmasın qarşısı alınır. Və oksigen təmasında qarşısını alanda avtomatik olaraq yanğını da söndürür. Dördüncü sualla davam edək. Üç elementdən təşkil olunan A maddəsinin tam yanmasından deməli SO2, H2O, bir də CO2 əmələ gəlir. Əmələ gələn qarşılıqlı bu maddələrin molekullarının, deməli, maddələrin molekullarının say nisbəti uyğun olaraq 1-in 2-yə, onun da 1-ə olan nisbəti kimidir. A maddəsini təşkil edən elementləri müəyyənləşdirin. Bu A maddəsi yanır, yəni oksigendə yanır və 3 elementdən ibarətsə, demək ki, onun tərkibində nə var? Kükürt var. Artıq alınan maddələrdən bilirik də, kükürt var burada. Hidrogen var. Bir də karbon. 3 dənə bundan ibarətdir. A maddəsinin formulunu tərtib edin deyirsə, əvvəlcə biz baxaq görək burada nə qədər kükürt, nə qədər hidrogen, nə qədər karbon var. Yəni sonda formulu tərtib edə bilək. Deməli, biz baxırıq deməli molekulların say nisbətinə 1 SO2, yəni orada bir dənə kükürt var. 2 H2O, yəni orada 4 dənə hidrogen var. 1 CO2, yəni onun tərkibində 1 dənə karbon var. Burada formulunu düzgün bir şəkildə yazsaq, bu eləyəcək CH3 SH. Bu da üzüm maddədir, metil merkaptan adlanır. Düzdür, siz bunu keçməmisiniz, yəni bunu da yazsanız hər halda sizin üçün düzgün hesab edilir. Deməli, 5-ci suala baxaq. Yanma məhsulları karbon qazı, xlor qazı, karbon qazı CO2-dir, xlor qazı belə, sudakı H2O-dur, bilirsiniz. Su olan qarışığı müəyyən edin, cavabınızı əsaslandırın. Deməli, yanma məhsulları karbon qazı, xlor qazı və su olsun. Karbon monoksid və metan. Karbon monoksid CO-dur, metan CH4'dür. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Deməli, hər birinin reaksiyasını da yaza bilərik. Əlbəttə ki, görsənsin deyə aydın şəkildə. Deməli, burada yazmağa başlayaq. Birinci qarşıda baxın, nə var? Karbon monoksid, CO. Bunun üzərinə oksigen gəlsə, alınır CO2. Və burada metan var. CH4 üstəgəl O2 alınır CO2 üstəgəl H2O. Gördüyünüz kimi burada xlor alınır. Ona görə birinci bəndə çıxdıq. Hidrogen xlor idi. İkinci bəndə baxaq. H xlor üstəgəl O2 alınır H2O üstəgəl xlor 2. Karbon monoksid yenə burada ikincidə yazmışıq. İkinci reaksiyada birincinin ikincisində. CO2 və H2O əmələ gəlir. Bizə də lazımdır CO2, xlor 2, H2O. Yəni bu qarşıdan ala bilərik. Üçüncü olaraq metanın yanmasına deyir. Metanın yanmasını yazdıq. CO2 və H2O əmələ gəlir. Hidrogen xlorun yanmasını yazdıq. Artıq burada da H2O və xlor 2 əmələ gəlir. Yəni bizə lazım olan CO2, xlor 2, H2O bu qarşının dayanmasından əmələ gəlir. 2 və 3 doğrudur. 6-cı suala baxaq. Oksidləri adlandırın deyir. Gəlin adlandıraq. Kalsium sabit valentlidir. Metalın adı və oksid sözü deyəcəyik. Kalsium oksid. Xrom dəyişkən valentlidir. Xrom burada 2 valentlidir. Əgər indeks seçsin yoxsa, oksigen də oksidlərdə CO-na çıxmaq şərti ilə CO da 3 valentlidir. Digər oksidlərdə hamısında 2 valentlidir. Deməli, xrom da 2 valentlidir. Burada olacaq xrom 2 oksid. Sonra şifahi şəkildə deyirəm mən. Burada mis də dəyişkən valentlidir. Mis 2 oksid olacaq. Dəmir 3 oksid olacaq. Baxın, bunun indeksindəki bunun valentliyidir. Dəmir 3 oksid. Deməli, burada iki cür adlandıra bilərik. Metalların, oksidlərin adlandırılmış kimi də adlandıra bilərik. Azot burada deməli bir müsbət bir oksidaşma dərəcəsidir. 1 valentlidir. Azot 1 oksid də deyə bilərik. Diazot monoksid də əsasən qeyri-metalların oksidlərini adlandıranda belə adlandırırıq. Diazot monoksid. Di2 deməkdir. 2 dənə azot görürük. 1 dənə oksigen olduğu üçün monoksid. Sonra burada karbon monoksid, kükürt trioksid, çünki 3 dənə oksigen var. Difosfor, 2 dənə fosfor olduğu üçün trioksid.
Difosfor trioksid 3 dənə oksigen olduğu üçün tri sözünü deyirik. Oksidlərin formulu tərk edilir. Yəni bu bayaqki sualın tərsidir. Dəmir 2 oksid bu formada olacaq. Rubidium oksid. Rubidium bir valentlidir. Oksigen 2 valent olduğu üçün rubidium ayağına 2 düşür. Barium oksid. Barium 2 valentlidir. Ona görə heç bir ayağına isə düşmür. Kükürt trioksid bu olacaq SO3. Baxın, tri deyir axı. 3 olmağını oradan bilirik. Azot dioksid D2-dir. 2 olmağını buradan bilirik. Difosfor, yəni fosfor 2 dənədir, trioksid 3 dənə də oksigen var. Manqan 4 oksid, manqan O2 olacaq. Diazot, pentaoksid, penta da 5-dir. N2O5. 8-ci sualı nəzər salaq. Reaksiya sütü müəyyən edin. Oksidaşma dərəcəsi dəyişməyən element. Deməli, bəsli maddə görürsə, oksidaşma dərəcəsi mütləq ki, dəyişir. Hidrogen gəlib sıfırdan müsbət 1-ə, oksigen mənfi 2, oksigen burada da mənfi 2-dir. Mis isə müsbət 2-dir. Oksidaşma dərəcəsini dəyişməyən element burada aydın məsələdir. Oksigendir, mənfi 2, solda da mənfi 2, sağda da mənfi 2. Oksidləşən element, deməli, baxırıq. Hidrogeni görürük, sıfırdan müsbət 1-ə gəlib. Yəni bu elektron itirib, elektron verib. Bu reduksiya edicidir, oksidləşib. Yəni hidrogen elementi oksidləşib. Oksidləşmə məhsulu da ki, aydın məsələdir. Oksidləşən H2 isə H2 hardadır? Hidrogen elementi hardadır? Suyun tərkibində də oksidləşmə məhsulu olacaq. H2O. 9-a baxaq. Qlükozanın oksigenlə reaksiyası zamanı insan lazım olan enerji əldə edildiyini öyrəndiniz. 10 qram qlükozadan 8 litr karbon qaz alınır. Normal tənəffüs zamanı orta yaşlı insan 1 saniyədə atmosferə 5,163 ml karbon qazı buraxır. Bu məlumatları nəzərə alaraq 20 qram qlükozanın oksidaşma sintetezində əmələ gələn karbon qazının orqanizmdən kənarlaşması üçün təqribən neçə dəqiqə lazım olduğunu hesablayın. Deməli, 10 qram qlükozadan 8 litr karbon qazı alınır. Qlükozamız budur, 10 qramından 8 litr karbon qazı alınır. Və normal tənəffüs zamanı orta yaşlı insan 1 saniyədə atmosferə 5,163 ml karbon qazı buraxır. 5,163 ml karbon qazı buraxırsa, burada deyil, 1 saniyədə atmosferə bu qədər buraxır. Biz tənasibi buna görə qurmayaq. Deməli, 10 qramdan 8 litr alınır. 20 qramından nə qədər alınır? Gəlin ona baxaq. X yazaq. Bu da eləyəcək 16 litr. Deməli, 20 qram qlükozadan 16 litr karbon qaz alınır. 16 litr. Bu neçə dəqiqə lazımdır buna bilmirik, y deyək. Amma 1 saniyədə deyir. 1 saniyədə 5,163 millilitr karbon qazı buraxılır deyir. Gəlin burada y hesablayaq. Hardasa təxmini belə bir şey. Burada əslində dəqiqəni yox, saniyə ilə aldıq cavabı. Bunu bölməliyik 60-a. Deməli, 2842-ni də bölək 60-a. Bu deyir 47. Daha doğrusu burada aldığımız saniyədir. Mən millilitrə çevirib yazdım. Deməli, dəqiqə olaraq da olacaq 47 dəqiqə. 10 suala baxaq. Dəmir tozunun kükürdlə reaksiyası zamanı ferrum S əmələ gəlir. Bu reaksiyanın tənliyini tərtib et. A bəndə cavabı belə yazacaq. Dəmir üstəgəl kükürd alınır. Bu formul deməli, oksidləşdiricini və reduksiyacını müəyyən et. Dəmir 0-dır, gəlib müsbət 2-yə, kükürd 0-dır, gəlib mənfi 2. Ümumiyyətlə, metallar qeyri-metallarla reaksiyada, metallar ümumiyyətlə hər zaman reduksiya edici olur. Bunu yadda saxlayın. Yəni, neytral halda da, bəsit halda. 0-dan gəlib müsbət 2-yə. Bu reduksiya edicidir. Dəmir. Kükürd isə elektron alıb gördüyünüz kimi. Elektron alanda olur oksidləşdirici.
Və C-yə baxaq. Bir dəmir atomu üçün oksidaşma reduksiya prosesində neçə elektron iştirak etdiyini müəyyən edin. Bir dəmir atomu üçün oksidaşma reduksiya prosesində neçə elektron iştirak etdiyini. Burada sual biraz qəribə qoyulub. Yəni bir dəmir atomu, yəni burada reaksiyaya girirsə, bir dəmir atomu 2 dənə 2 dənə elektron alır. Küçült və 2 elektron verir dəmir. Ümumiyyətlə oksidaşdırıcının və reduksiyacının, yəni oksidaşdırıcının verdiyi elektron sayı reduksiyacının aldığı elektron sayına bərabərdir. Bu prosesdə 2 dənə elektron iştirak edir. Yəni küçült ikisini verir, dəmir də ikisini alır. Bu şəkildə deyə bilərik. 11-ci suala baxaq. Reaksiya verib bizdə. Reaksiyada oksidaşdırıcını və reduksiyacını müəyyənləşdirin deyir. Burada görürük, xlor sıfırda gəlib -1-ə. Deməli, xlor elektron aldı. Burada xlor oksidləşdiricidir. Brom isə bromda. Brom -1 olan brom. Bu brom isə reduksiya edicidir. Kalium bromun içərisindəki buradakı. Bəstalda bu yox. Bu məhsuldur. Elektron kesidini oxla göstərin və həmin oxun üzərində elektron sayını qeyd edin. Eləyək, burada belə bir yazaq. Kalium brom, üstə gəl xlor 2, alınıb 2 kalium xlor, üstə gəl brom 2. Yaxud da biraz səliqəli olsun deyə bu tərəfdə yazmaya yaxşısı görsənsin deyə, deməli 2 kalium brom, üstə gəl xlor 2, 0. Alınır kalium xlor, üstə gəl brom 2. Deməli, 0-dan gəldi -1-ə. Bu 2 elektron alır. Bu isə 0-dan gəlib nəyə? 0-dan yox, -1-dən gəlib 0-a. Bu isə 2 elektron verir və -1-dən 0-a gəlir. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 10-cu suala baxaq. Axırıncı sual tərkibində oksigen olmayan naməlum X maddəsi. Reaktorda artıq miqdarda götürülmüş oksigen də yandırılır. Baxın, nə deyir artıq miqdarda götürülmüş oksigen? Reaksiyadan sonra qarşılıqda oksigen qazı aydın məsələdir ki, artıq miqdarda olduğu üçün əmələ gəlib. Əmələ gəlib deyəndə o əvvəldən var idi, yəni artıq qalıb. Karbon qazı, azot qazı və su buxarının olduğu müəyyən edilir. Bu qarşıda molekulların sayı nisbətini verib bizə. Naməlum maddənin formulunu tapaq. Biz nə tapırıq buradan? Deməli, oksigen yoxdur deyir. Su nə qədərdir? 1 nisbətdə 1-dir də. Deməli, hidrogen var bunun tərkibində. Nə qədər? 2 dənə 1 H2O-dur. CO2 2 CO2-dir. Karbon 2 dənə karbonu var və 1 N2, yəni azotun sayı da 2 dənədir. C2 H2 N2 yazmamız daha düzgündür. Yanma reaksiyasına əmsallaşdırılmış tənliyim. Baxaq, C2 H2 N2 üstə gəl O2. Alındı nə? Baxın, oksigen burada artıq qalır. O2-ni yazmırıq burada əmələ gələnlərin içərisində. Deməli, H2O, CO2, üstə gəl N2. Azot elə 2 dənədir. Karbon 2 olsun deyə yazılıb bura. Deməli, sonra oksijeni düzgün əmsallaşdırmalıyıq. Oksigen belə saxlasaq, oksigenin sayı 5-dən eləyir. Gərək bura kəsrə düşsün, ona görə belə yazaq. Bura 4 düşsün, azotda 4 olsun deyə bura 2 yazırıq. Və hidrogen neçə dənədir? 4 dənədir. Sol tərəfdə burada da sağda da 4 dənə olsun deyə 2 H2O yazdıq. Oksigen sayı deməli 4 kimi 8, ikisi də burada 10 dənə, 10 olsun deyə buraya yazırıq 5. Və artıq qalan hissəsi də var, amma bizdən onu soruşmur. Biz bunu yazmalıyıq. Düzgün əmsallaşdırılmış reaksiya budur. Bu qədər, sağ olun.